Salam əziz dostlar, bugün 11 yanvar güvənin sınağının coğrafiya suallarına baxırıq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. A variantı 3000-4000 metrdən dərində okean suyunun temperaturu 2-3 dərəcə Selsidən çox olmur. Əgər düzgün fikrə doğru yazılıbsa, bu uyğunluq hesab olunur. Və yaxud da əgər yanlış fikrə yanlış yazılıbsa, bu da uyğunluq hesab edilir. Demək ki, A variantına yazılan fikir doğrudur və ona da doğru qeyd olunubdur. Bu uyğunluqdur. Atlantik okeanı ekvatorial və tropik enliklərdə ensiz olduğuna görə daha çox qızır. Əksinə, ensiz olduğuna görə çox qızmır. Yəni, demək, yanlış fikrə doğru yazılıb. Ona görə bu fikir uyğun hesab olunmur. Suyun fiziki kimyəvi xassələrinin onun temperaturu, duzluluğu, şəffaflığı, səs dalğalarının suda yayılması aiddir. Bu doğru fikirdir, lakin yanlış qeyd olunubdur. Okean sularının duzluluğuna yağıntılar, buxarlanmanın miqdarı, çay və buzlaq suları, okean cəryanları təsir edir. Bu doğru fikirdir, lakin gördüyümüz kimi yanlış yazılıb, ona görə uyğunluq deyil. Dalğanın ən aşağı hissəsi onun yalı adlanır. Xeyr, ən yuxarı hissəsi yal adlanır. Yanlış fikrə doğru yazıldığı üçün bu da uyğunluq hesab edilmir. Doğru cavab A variantı. Gəlin 32-yə baxaq. Dünya okeanına çay və kanal vasitəsilə çıxışı mövcud olan göllər. A variantı Ladoqa, Maracaibo, Erie gölləri. Bu üç gölün üçünün də dünya okeanına çıxışı var. Ladoqa gölü Neva çayı vasitəsilə Fin körfəzinə, Maracaibo gölü kanal vasitəsilə Venezuela körfəzinə, Erie gölü isə Müqəddəs Lavrenti çayı vasitəsilə Atlantik okeanına çıxışa malikdir. B variantında Eir, Balxaş, Qarda çıxışı yoxdur. Aral, Balxaş burada çıxışı yoxdur. Aral, Urmiya ilə Eiri buradan da çıxırıq. Bunların çıxışı yoxdur. Bildiyimiz kimi Xəzərin də Volqa-Don, Volqa-Baltik kanalları vasitəsilə çıxışı mövcuddur. Gəldik 33-cü suala. Çayın mənbəyində havanın temperaturu -2, mənsəbində -20 dərəcə Selsidir. Çayın uzunluğu 300 kilometrdir. Onun dərəsində əsasən bərk süxurlar yayılmışdır. Bu çaya hansı xüsusiyyət aid ola bilməz? Demək, çayın mənbəyi və mənsəbində olan temperaturuna görə biz onun düşməsini tapa bilərik. Yəni, burada qeyd olunubdur -2 və -20 dərəcə. 20 dərəcədən 2 dərəcəni çıxıram, edir 18 dərəcə. 18 dərəcənin neçə metr olduğunu hesablamaq üçün 1000 metrə 6 dərəcə Selsi götürürük. X metrədən 18 dərəcə. Bu edər 3000 metr. Demək ki, bu çayın düşməsi 3000 metrdir və çayın uzunluğu 300 kilometrdir. Birinci baxaq, hidroenerji potensialına malikdir. Bəli, bu dağ çayıdır. Bunu meyillik tapmaqla da bilmək mümkündür. Meyillik bərabərdir. Düşməni bölürdük, yəni 3000-i bölürdük çayın uzunluğuna 300-ə. Bu da edir 10. 10 deməli metr bölünmüş kilometr. Orta meyillik, bu dağ çaylarına aid bir meyillikdir, böyük bir meyillikdir. Demək ki, hidroenerji potensialına malikdir. Dağ çayları, bəli, hidroenerji potensialına malikdir. Bu düzgün fikirdir, amma bizdən yanlışları soruşur. Mənbə böyük su ayırıcı silsilədə yerləşir. Gəlin baxaq ki, çayın, belə deyək, düşməsi, mənbə ilə mənsəb arasındakı məsafə 3000 metrdir. Lakin böyük su ayırıcı dağlarının ən hündür zirvəsi Kostyushka zirvəsidir. O da 2228 metrdir. Yəni, bu böyük su ayırıcı dağlarından axan bir çay ola bilməz. V şəkilli çay dərəsi yaradır. Bəli, dağ çayları V şəkilli çay dərəsini yaradır. Yəni, dibini dərinləşdirir, dərəsinin dibini dərinləşdirir. Orta meyilliyi 10 metr bölünsün kilometrdə. Artıq bunu hesablamışıq. Bu da doğru fikirdir. Nəqliyyat imkanları məhduddur. Bəli, düzən çayları nəqliyyat üçün əlverişli, dağ çayları isə əlverişsiz hesab olunur. Bu da doğru fikirdir deyə götürmürük. Cavab B variantı. 34-cü suala baxaq. Aşağıda göstərilən iqlim diaqramı aid olduğu iqlim yarımtipinin yayıldığı ərazilər. Demək, baxırıq ki, bu yağıntının miqdarı 1036 mm, temperatur isə 12,5
dərəcə Selsi verilmişdir. Birbaşa bilmək olar ki, bu artıq Zaqatalaya məxsus olan bir iqlim diaqramıdır və buradan qışı quraq keçən mülayim isti iqlim tipi hakimdir. Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq hissələri, bəli, bu aiddir. Çünki eyni iqlim tipi orada da müşahidə olunur. Yəni, biri götürürük. Naxçıvanın alçaq dağlığından başlamış yüksək dağlığa olan sahələri. Naxçıvanda ümumiyyətlə mülayim isti iqlim yoxdur. Qarabağ vulkanik yaylası. Qarabağ vulkanik yaylasında da soyuq iqlimdir. Qanı-Xəyrçay, bəli, Qanı-Xəyrçay elə Zaqatala zonasında bir hissəsi bura düşür və eyni iqlim tipində yerləşirlər. Samurda və Çovalığında isə yarımsəhra quru çöl iqlimi hakimdir. 1 və 4 C variantı doğru variantdır. Növbəti sualımıza baxaq. 35-ci sual. Dağların zirvələrinin düzgün verildiyi sıraları müəyyən edin. Birincidə qeyd olunub ki, Tubkal Atlas dağlarının zirvəsidir. Burada Appalaç qeyd olunub, yanlışdır. Çaqori Qaraqorum dağlarının K2 ikinci adı Hindikuş yox. Demək, Qaraqorum dağlarının zirvəsidir. Yəni, yanlışdır. Kongur Pamirə aiddir. Bəli, bu doğrudur. Materxon piki Alp dağlarına aiddir. Bu da doğrudur. Dəmavənd Qafqazda yerləşmir. Dəmavənd vulkanik dağdır və Elbrus dağlarında yerləşir. Ona görə bu yanlışdır. Qalxıpigen isə Skandinaviya. Bu da doğru variantdır. 3, 4, 6 A variantı doğrudur. Avrasiyanın daha doğrusu sahillərini yuyan körfəzlər. Siyam körfəzi, bəli, Avrasiyanın sahillərini yuyur. Gvineya Afrikanın sahillərini yuyur. Biskay Avrasiyanın sahillərini yuyur. Karpentariya Avustraliyanın sahillərini yuyur. Venezuela isə Cənubi Amerikanın sahillərini yuyur. 1 və 3 doğru variantdır. 37-ci suala baxaq. Xəzər dənizinin şimal hissəsinə aid olan əlamətləri seçin. Yayda temperatur 28-30 dərəcə arasında dəyişir. Xeyr, yayda şimal hissədə temperatur daha aşağı olur. Kür və Səfidrud çayları tökülür. Kür və Səfidrud çayları demək cənub hissədən tökülür. Ona görə yanlışdır. 40 şimal enliyi ilə 44 şimal enliyi arasında yerləşir. Bu da demək ki demək bu mərkəzi hissədir. Bu ona görə bu da yanlış hesab olunur. 4 də qışda buz bağlayır. Bəli, biz bilirik ki, Xəzərin şimal hissəsi qışda buz bağlayır. Duzluq cəmi 1-2 promillidir. Bəli, bu da doğru variantdır. Cənubunda 12-13 promilli götürə bildiyimiz halda şimal hissədə çayların tökülməsi, buxarlanmanın az getməsi ilə əlaqədar duzluluq daha azdır. Demək, cavabımız 4-5 Y variantı. 38-ci suala baxaq. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn boğazları müəyyən edin. 1 deməli yerləşir Hudson. 1 Hudson, artıq A variantı, C variantı və Y variantı yanlışdır. 2, demək İran körfəzində Hörmüzdür bu. 2 Hörmüz. Artıq B variantında çıxdıq. Çünki Bab-əl-Məndəb qeyd olunubdur. Hörmüz. Digərlərinə də baxaq. Artıq variantımız bəllidir. 3-də Malakkadır, bəli. 4-də isə demək Torres, Avustraliyanı ayıran boğazdır. Yəni D variantı uyğun variantdır. Növbəti suallarımıza baxaq. 39-cu suala baxırıq. Demək, 39-da doğru sıraları müəyyən edin. Mənsəbinin mütləq hündürlüyü okean səviyyəsindən hündür və okean səviyyəsindən aşağı verilmişdir. Bir də Fərat çayı. Demək, Fərat çayı okean səviyyəsi, bunu götürmək olar hardasa. Okean səviyyəsindən hündür, Dnepr çayı Qara dənizə tökülür. Bunu okean səviyyəsindən hündür götürmək olmaz. Birinci variantımız xaric oldu. İkinci Limpopo. Limpopo, bəli, okean səviyyəsində tökülür. Missouri, Mississippi çayının qolu da okean səviyyəsindən hündürdədir. İordan çayı isə Ölü dənizə tökülür. Bu isə okean səviyyəsindən aşağı hesab olunur. Yəni ikinci variant doğrudur. Mekong çayı okeana tökülür deyə okean səviyyəsidir. Darling çayı Murray'a tökülür deyə okean səviyyəsindən
hündürdür. Ural çayı da Xəzərə tökülür deyə okean səviyyəsindən aşağıdır. Üçüncü də uyğun hesab olunur. Mavi Nilin qolu da okean səviyyəsi hesab olunmur. Elə burdanca da variantın yanlış olduğu bəllidir. 2, 3, Y variantı doğrudur. Növbəti 40-cı suala baxırıq. Afrikada ekvatorial iqlim qurşağının xüsusiyyətlərinə aid deyil. İl ərzində hər gün təkrarlanan hava şəraiti. Bu ekvatorial hava iqlim qurşağının hava kütlələrinin ümumiyyətlə xarakteristikasıdır. İl ərzində hər gün təkrarlanan hava şəraiti bu aiddir. Tez-tez şimşək, ildırımlı müşayiət olunan leysan yağışları aiddir. Səhər hava aydın, gündüz yer səthindən qızan hava yuxarı qalxır. Bu da aiddir, bəli. Sutkalıq temperatur amplitudu 40 dərəcəyə çatır. Bu yanlış fikirdir. Bu qədər böyük bir amplitud müşahidə olunmur. Axşam hava əsasən sakit və buludsuz olur. Bu da doğrudur. Bizdən isə doğru olmayanı soruşurdu deyə ona görə D variantı. Demək, 41-ci suala baxaq. Rütubətli əmsalının hansı qiymətində sıxurların fiziki aşınması daha sürətli gedər? Fiziki aşınma biz bilirdik ki, daha sürətli gedir səhralarda və burada çox az rütubətlənmə əmsalı müşahidə olunurdu. Burada da ən kiçik rütubətlənmə əmsalını götürməliyik. Çünki yağıntı az, buxarlanma çox olmalıdır. 42-ci sual. Hansı materiklərdə, daha doğrusu subtropik iqlim qurşağının bərabər rütubətli vilayəti formalaşmayıbdır? Deməli, biz bilirik ki, subtropik iqlim qurşağının bərabər rütubətli iqlim vilayəti formalaşıbdır cənub materiklərində. Yəni, şimal materiklərini götürsək, onlarda formalaşmayıb. Bunlardan biri Avrasiyadır, biri isə Şimali Amerikadır. 2 və 3. B variantı. 43-cü suala baxaq. Doğru ifadəni müəyyən edin. Labrador cəryanı Kanada sahillərində temperaturun yüksəlməsinə səbəb olur. Labrador cəryanı soyuq cəryandır və o temperaturu əksinə aşağı salar. Bu yanlış ifadədir. Avstraliyada Böyük Viktoriya səhrasına şimalda səhra və savanna arasında yerləşən hissə sahil adlanır. Sahil anlayışı ümumiyyətlə Afrikaya aiddir. Yəni Avstraliya üçün xarakterik bir termin deyil. Dragon əjdaha dağlarının şərq yamaclarına Hind okeanından gələn passat küləklərinin təsiri ilə çoxlu miqdarda yağıntı düşür. Bəli, bu doğru fikirdir. Demək, əjdaha dağlarının şərq yamaclarına Hind okeanından passat küləkləri bura çoxlu bol yağıntı gətirir. Bu doğrudur. Cənubi Amerikanın iqliminin formalaşmasında Sakit okeanın rolu daha böyükdür. Xeyr, Ant dağları Sakit okeandan gələn hava kütlələrinin qarşısını kəsdiyi üçün Sakit okeanın rolu az, Atlantik okean rolu isə daha çoxdur. Afrikada subekvatorial qurşaq bütöv zolaq əmələ gətirməyərək Çad hövzəsində qırılır. Bu yanlış fikirdir, tam zolaq əmələ gətirir. Tianşan dağlarına aid xüsusiyyət. Tianşan dağları bilirik ki, qədim dağdır, paleozoyda yaranmışdır. Amma kaynozoyda təkrar fəallaşmış dağdır, törənmiş dağlardır. Baxaq variantlara. Qafqaz dağları dağlıq sistemi ilə eyni yaşdadır. Xeyr, bu yanlışdır. Kaynozoyda təkrar fəallaşmağa başlamışdır. Bu doğru fikirdir. Mezozoy arasında yaranmışdır. Bu yanlışdır. Paleozoyda yaranmışdır. Cənub-Şərqi Asiyaya aiddir. Xeyr, Mərkəzi Asiyaya aiddir. Litosfer tavalarının divergent, yəni aralanma sərhədində yerləşir. Yanlışdır. Tamamilə aralanma sərhədində yerləşmir. 45-ci sual. Temperaturu 10 dərəcə olan 1 kub metr havada 7,2 qram su buxarı vardır. Bu temperaturda havanın 9 qram su buxarı saxlaya biləcəyini nəzərə alaraq nisbi rütubətliyi hesablayın. Gəlin bunu sadə bir tənasiblə həll edək. Demək, maksimum 9 qram ola bilər su buxarı. 9 qramı götürürük 100%. Hal-hazırda mövcud olan 7,2 qramı isə x% götürürük. Buradan da x bərabərdir. Bunu x edək. X bərabərdir. 7,2-ni demək vururuq 100-ə, bölürük 9-a. Bu da 80 deməli faiz edər.
80% edər. Yəni doğru variantımız olacaq D variantı. 46-cı suala baxaq. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Maracaibo və Titicaca gölləri haqqındadır. Burada baxaq ki, demək Maracaibo və Titicaca üçün ortaq cəhət istəyir bizdən. Səthində günəşin zenitdə olma prosesi baş verir. Bəli, bu elə doğru variantdır. Yəni hər ikisi üçün ortaq cəhətdir. Çünki həm Maracaibo, həm Titicaca tropik işıqlanma qurşağında yerləşdiyi üçün zenitdə olma prosesi baş verir. Kanal vasitəsilə dünya okeanına çıxışı var. Bu Maracaiboya aiddir, Titicacaya deyil. Ona görə ortaq deyil. İki dövlətin ərazisində yerləşir. İki dövlətdə yerləşən Titicacadır. Peru və Boliviya sərhədində yerləşir. Lakin Maracaibo Venezuelaya aiddir, yəni ortaq cəhət deyil. Hündür dağ gölüdür. Bu da ortaq cəhət deyil, çünki yalnız Titicacaya aiddir. Cənub və qərb yarımkürəsində yerləşir. Titicaca cənub-qərb, Maracaibo isə ekvatordan yuxarıda olduğu üçün şimal-qərb yarımkürəsində yerləşir. Yəni bu da ortaq cəhət hesab olunmur. Növbəti sualımıza baxaq. 47-ci sual. Demək, cədvəli tamamlayan şərti işarə və yataqların adı. Birinci şərti işarəmiz xromit işarəsidir. İkinci isə demək kvars qumudur. Xromitə uyğun gələn variantı gəlin tapaq. Bu təbii ki, əzbərə bir məlumatdır. Xromit yataqları burada Paraqaçay, Diyaqçay, molibdendir, qızılbulaq, belə deyək ki, qızıl yatağıdır, qoşa qızıl yatağıdır, naftalan neftdir. Göydərə ipək, bəli, bu uyğun gəlir. Xromit yatağıdır. Hacıvəlli hökməli də kvars qumu yatağıdır. D variantımız uyğundur. Şaxtaxtı, daş salahlı yenə qarışıqdır burada. Gil yataqlarıdır. Sonra, yəni uyğun gəlmir. Yalnız D variantı uyğunluğu ödəyir. Yarımadalarda havanın orta illik temperaturunun artma ardıcıllığını müəyyən edin deyir. Yəni azdan çoxa doğru sıralamaq lazımdır. Yəni ki, qütbə yaxından ekvatora doğru irəliləmək lazımdır. Ən yuxarıda yerləşir 3. Birinci gələcək 3. Sonra Apennin 2. Daha sonra isə ekvatora yaxın 1. 3, 2, 1. B variantı düzgün cavabdır. Materiklərin şərq sahilləri boyunca hərəkət edən soyuq okean cərəyanları. Demək, materiklərin şərqi ilə hərəkət edən cərəyanlar və soyuq olmalıdır təbii ki. Kanar cərəyanı Afrikanın qərbi ilə hərəkət edir, həmçinin Peruda. Yəni bu yanlışdır. B variantında Kaliforniya, yenə bu da qərbdən hərəkət edir. Somali düz olsa da Kaliforniya yanlışdır. D-də Labrador şərqlə hərəkət etsə də Kanar yenə qərbi ilə hərəkət edir. Peru yenə burada qərbi ilə hərəkət edir. Falkland və Somali isə hər ikisi şərqi ilə, materiklərin şərqi ilə hərəkət edən soyuq okean cərəyanlarıdır. Somali Afrika, Falkland isə Cənubi Amerikanın şərq hissəsində olan soyuq cərəyanlardır. 50-ci sual. 32 promilli duzluluğa malik 7 litr dəniz suyundan buxarlandırarkən neçə qram duz əldə etmək olar? Sadəcə 32-ni 7-yə vurmaqla bunu hesablamaq mümkündür. Cavab 224 edər. Yəni Y variantı. Növbəti sualımız. Verilmiş ucqar nöqtələri sahillərində yerləşdikləri okeanlara müvafiq olaraq qruplaşdırın. Birinci Merçison. Merçison demək Şimali Amerikanın şimal burnudur və şimal buzlu okeanına da düşür. Steep Point Avstraliyanın ucqar qərb nöqtəsidir. Steep Point Avstraliyanın demək ucqar qərb nöqtəsidir və bu da Hind okeanına düşür. Parinyas Cənubi Amerikanın ucqar qərb nöqtəsidir və Sakit okeana düşür. Almadi isə Afrikanın ucqar qərb nöqtəsidir. Bu da Atlantik okeanına düşür. Demək 1B, 2C, 3A, BCA, BCA. D variantı. Düzgün variantdır. 52.
Payız gecə gündüz bərabərliyi günü hansı adalarda günorta vaxtı günəş şüaları 66.5 bucaq altında düşər? Payız gecə gündüz bərabərliyi günü günəş şüaları 66.5 bucaq altında yalnız tropiklərə düşür və tropik xəttinin kəsdiyi yarımadaları götürmək, daha doğrusu adaları götürmək lazımdır. Gəlin baxaq. A variantında Tayvan tropik kəsir, Madagaskar cənub tropik xətti kəsir. Yəni bu düzgün variantdır. B niyə olmaz? B ona görə olmaz ki, nə Sumatra, nə Kalimantan bunları tropik xətti kəsmir. Böyük Britaniyanı kəsmir, Saxalini kəsmir, Newfoundland, İrlandiya heç birini kəsmir. Korsika, odlu torpaq bunların da heç birini demək tropik xəttləri kəsmir. Ona görə doğru variant A variantı olacaq. 53-cü tapşırıq. İqlim yarımtipləri xəritə sxeminə əsasən soyuq iqlim tipində yerləşən əraziləri müəyyən edin. Bu deməli uşaqlar, birinci baxaq görək. Bəli, 1 elə soyuq iqlim tipindədir. Daha sonra qışı quraq keçən soyuq iqlim tipidir bu. 2 yayı quraq keçən soyuq iqlim tipidir. Bir də 4 bu ərazidə demək qışı quraq keçən soyuq iqlim tipinə aiddir. Digərləri isə yanlışdır. Yəni soyuq iqlim tipində deyirlər. 1, 2, 4. Növbəti sualımız 54. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Materik və okean tavalarının sərhədində yerləşən adalardır. Bunlara baxaq. Uyğunluq gəlməlidir. Azor adaları biz bilirik ki, 2 okean tavasının sərhədində yerləşir. Ona görə yanlışdır. Aleut adaları, bəli, bu doğrudur. Müqəddəs Yelena adası yenə 2 okean tavasının sərhədində yerləşir deyə yanlışdır bu hissə üçün. İkinci hissəyə baxaq. 2 okean tavasının sərhədində yerləşən bir İslandiyadır, doğrudur. Yapon deyil. Yapon bir materik, bir okean tavasındadır. Pasxada 2 okean tavasının sərhədində yerləşir. Yəni 2, 4, 6 doğru variantdır. Növbəti suallara baxaq. 55. Demək, düşməsi 720 metr olan çayın meyilliyi 1,2 metr bölünsün kilometrdir və miqyası 1 bölünsün 3 milyon olan xəritə üzərində bu çayın uzunluğunu müəyyən edin. İlk növbədə biz buradan çayın demək uzunluğunu tapmalıyıq, həqiqi uzunluğunu. Bizdə meyillik veribdir 1,2. 1,2. Və biz meyilliyi tapmaq üçün çayın düşməsini onun uzunluğuna bölməliyik. Çayın düşməsi bizə hazır şəkildə verilib 720 və uzunluğunu da bilmirik. Eli. Buradan eli tapmaq üçün 720-ni bölürük 1,2-yə. Bu da edir 600 kilometr. Və bu 600 kilometr bu miqyaslı xəritədə neçə santimetr olar? Xəritənin kəmiyyətini tapmaq, miqyasının kəmiyyətini daha doğrusu tapmaq üçün 5 sıfırı silirik, qalır 30. 1 santimetrə 30 kilometrdir. X-ə də 600. Demək ki, cavabımız 20 santimetr edər. 56-ya baxaq. K məntəqəsində qütb ulduzu Polaris 40 dərəcə bucaq altında görünür. 40 dərəcə bucaq altında görünürsə, demək ki, məntəqə özü 40 dərəcə şimal enliyindədir. Çünki cənubda görünmür və şimalda hansı enlikdə dayanırıqsa, o bucaq altında da görürük. Bu məntəqənin 80 şərq uzunluğunda yerləşdiyini nəzərə alaraq. 80 dərəcə şərq uzunluğunda yerləşir. Bakı şəhəri ilə arasında ən qısa məsafəni hesablayın. Bakıda yenə 40 şimal enliyi sadəcə 50 şərq uzunluğunda yerləşir. Bunların arasındakı məsafə 30 dərəcə edər. Və 30 dərəcəni 40 şimal enliyinin, yəni bu paralelin 1 dərəcəsinin qiymətinə, yəni 85,4-ə vururuq. Və cavabımız 2562 kilometr edər.
57-ci test tapşırığı. Uyğunluğu müəyyən edin. Yayı quraq keçən mülayim isti iqlim, yağıntılara bərabər paylanan mülayim isti iqlim, bütün fəsillərdə bol yağıntılı, soyuq iqlim. A variantı. Böyük Qafqazın şimal-şərq yamaclarının alçaq dağlıq və dağətəyi zonaları. Bu yağıntıları bərabər paylanan mülayim isti iqlimə aiddir. Qeyd edək. Lənkəran ovalığı. Lənkəran ovalığı bilirik ki, yayı quraq keçən mülayim isti iqlimdir. Talış dağlarının alçaq dağlıq və dağətəyi zonaları. Bu da yağıntıları bərabər paylanan mülayim isti iqlimə düşür. Naxçıvanın orta dağlıq sahələri. Naxçıvanın orta dağlıq sahələri. Burada mülayim isti iqlimin ümumiyyətlə heç bir tipi Naxçıvanda yoxdur. Mülayim istinin. Ona görə 1-2 getdi. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlimdə Naxçıvanda yoxdur. Ümumiyyətlə Naxçıvana aid burada iqlim tipi verilməmişdir. Böyük Qafqazın cənub yamaclarının orta və yüksək dağlıq sahələri. Bu aiddir bütün fəsillərdə bol yağıntılı soyuq iqlimə. Yəni 1-ə B, 2-yə A, C, 3-ə isə Y uyğun gəlir. Gəldik situasiya tapşırığına. Situasiya tapşırığında Cənubi Amerikada axan A çayının mənbəyi yaylada yerləşir. Bu çay ovalıqda okeana tökülür və mənsəbində estuari yaradır. Artıq bu çay bizə deyir ki, hansı çaydır və A çayı cənuba doğru axaraq subekvatorial, tropik, subtropik iqlim qurşaqlarından keçir. Əsasən yağış suları ilə qidalanır. Cənub tropik xətti ilə kəsişən A çayının keçdiyi ölkələr üçün təsərrüfat əhəmiyyəti böyükdür. Bu Parana çayıdır. Demək, Parana çayıdır. Parana çayı Braziliya yaylasından başlayır, La Plata ovalığından keçir. İqlim qurşaqları onsuz da situasiyada qeyd olunubdur və böyük əhəmiyyəti də bəlli var. Baxaq ki, A çayını və bu çayın hansı okean hövzəsinə aid olduğunu yazın. A çayı Parana çayıdır və okean olaraq Atlantik okeana aiddir. Atlantik okeanına aiddir. A çayının təsərrüfat əhəmiyyətini yazın. Azı 2 əhəmiyyət qeyd olunmalıdır. A çayının əhəmiyyəti üçün qeyd eləyə bilərik. Məsələn, enerji. Enerji. Sonra məişətdir. Qalanlarını elə bilə qeyd edəcəm. Yəni, burada balıqçılıq da qeyd etmək olar, suvarma da qeyd etmək olar, burada nəqliyyat da qeyd edə bilərik. Daha sonra ağac axıdılmasında, turizm üçün və s. Yəni, əhəmiyyəti çoxdur. 60-da A çayının mənbəyinin yerləşdiyi yayla və mənsəbinin yerləşdiyi ovalığı yazın. Mənbəyi dedik ki, Braziliya yaylasıdır. Mənsəbinin yerləşdiyi ovalıq isə La Plata'dır. La Plata ovalığıdır.